Ben Ağdamlıyam. Her gün bu mescidin böyründən bax belə keçirdiyim asfaltla işe gedirdim. Ürəyim qurban, ürəyim elə çırpınır. Yani belə görürəm. Bugün çok şükür ki torpaqlarımız azad olundu. Ay Emine bacı. Allah Taala hiç vaxt qısası yerdə qoymaz. Bugün Allah elmarımıza rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət Ürəyim elə eləsin. çırpınır, elə çırpınır. Çünki buradan gedib gəlmişəm aslında. İndi ona bak, oralara bak, hamısını uçurublar, dağıdıblar. Allah bütün şəhidlərə rəhmət. Mən oradan gələndə məcbur oldu köçdükdə. Mən nə bilərdim ki, mənim Elman adında oğlum olacaq, torpaqlar alınacaq. Sən öldün. 67 yaşım var, Mingəçevirdə yaşayıram, tək-tənayam. Düzdür, qardaşım qızı, qardaşım axşam gətirib bizdə qalır, səhər gedir, universitet oxuyur. Amma yenə də tənhayam da. Aman zaman bir işə qızım. Şəhid Elman İbrahimovun anasıyam, könüllü gedib 22 yaş. Sənə qurban. Allah bütün şəhidlərə rəhmət etsin. Yerləri cənnətdir onların. Amin. Bir şəhid analarında mərhəmət hissi, mərhəmətli olar. Allah bizim əlimizdən mərhəmət hissi almasın. Amin. Sağ olmasın. Amin. Sürəm sürv olar. Sağ olun.